Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Allah Teala Fussilet suresinin 30. ayetinde buyurur. Bismillahirrahmanirrahim. İnnellezîne kâlû rabbunallah thumme istaqâmû tetenezzalu aleyhimul melâike ellâ tehâfû ve lâ tehzenû ve abşirû bil cennetilleti kuntum tu'adûn. Həqiqətən də onlar ki deyərlər Rabbimiz Allah'tır. Sümme istaqamu, sonra möhkəm dayananlar, tətenəzzəlu aleyhimul mələikə, mələklər onlara nazil olar. Əllə təxafu və lə təhzənu, qorxmayın və kədərlənməyin. Və əbşiru bil cənnətilləti kuntum tu'adun, sizə vəd olunan cənnət müjdə olsun. Belə olanlar özlərini tağutlardan, bütlərdən, şişlərdən, həvəslərdən ayırarlar. Sonra da deyərlər ki, Rabbunallah, bizim Rəbbimiz Allah'dır, bizi tərbiyə edən Allah'dır. Sümme istaqamu. Sonra da bu sözlərinin üzərində möhkəm dayanarlar. Tağutları, bütləri, həvəslərini özlərinə Rəbb qərar verməzlər, tərbiyə edən qərar verməzlər. Tağutlara, bütlərə, həva həvəslərinə aldanmazlar. Onlara qarşı möhkəm dayanarlar və mübarizə apararlar. Və deyərlər Allah bizimlədir. Belələrinə mələklər nazil olar. Tətənəzzəlu aleyhimul mələikə, mələklər onlara nazil olar. Əllə təxafu və lə təhzənu, qorxmayın və kədərlənməyin deyərlər. İnsanların yaşayışında mühüm budur ki, Allahın rububiyyətində, yəni idarəçiliyində istiqamət göstərərlər, möhkəm dayanalar. Allahın qanunlarından, proqramlarından başqa heç bir qanun və proqram qəbul etməyələr. Tağutları, zalim hakimləri, bütləri, həva həvəslərini özlərinə Rəbb qərar verməyələr, özlərinə tərbiyə edən qərar verməyələr. Belə olanda insanın kəraməti üzə çıxır. Allahın qanunları ilə və onun təyin etdiyi rəhbərlərin idarəçiliyi altında yaşamaq insanların həyatını həqiqi edir. Həqiqi yaşayışda aramlıq hakim olar, qorxu kədər olmaz. Ayə buyurur, Əllə təxafu və lə təhzənu. Nə qorxu olar, nə də kədər olar. İnsanların yaşayışında aramlığın olmağı və bu ikisinin, qorxunun, kədərin olmamağı çox mühümdür. Qorxu, kədər psixoloji və müxtəlif xəstəliklərin mənbəyidir. Bugün geniş yayılan panik atak kimi xəstəliyin mənbəyi də qorxudur və qorxudan yaranan stresdir. O xəstəliyin şiddətlənməsinə səbəb olan da qorxudur və qorxudan yaranan stresdir. Həkimlər bu xəstəliyi müalicə edirlər, amma bu müalicə müvəqqəti müalicədir. İnsanın ən çox qorxduğu şey canının xətərə düşməsidir. Ölümdən qorxur. Ölümdən nə üçün qorxur? Ya ölümlə puç olduğunu düşünür, ya da günahları o qədər çoxdur ki, ölümdən qorxur. Allaha iman gətirib, onu özlərinə Rəbb qərar verənlər, onun qanunları ilə yaşayanlar ölümdən qorxmazlar. Kim Allaha aşiq olsa, ölümdən qorxmaz. Ölüm aşiqi məşuquna qovuşdurur. Heç məşuquna qovuşmaq istəyən aşiq qarşısında olan maniyələrdən qorxar. Həqiqi aşiq üçün maniyələr aşmaq şirindir. Allaha aşiq olanlar ölümün intizarında olarlar. Əli əleyhissalam buyurur, and olsun Allaha ki, Əbu Talibin oğlunun ölümə olan şövqi körpənin anasının sinəsinə olan şövqündən daha çoxdur. Həzrəti Qasım əleyhissalam buyurur, ölüm mənim üçün baldan da şirindir. Ölümü puç və mənasız yaşayışımızla özümüzə qorxulu edirik. İnsan elə yaşamalıdır ki, qəbirdə ondan soruşulanda ki, mən Rəbbuk, deyə bilər ki, Rəbbiyallah. Bəziləri belə deyə bilməyəcəklər. Hər nəyi özlərinə Rəbb qərar veriblər, tərbiyə edən qərar veriblər, onun adını deyəcəklər. Onlardan soruşulanda Peyğəmbəriniz, imamınız kimdir? Onları ki, dünyada özlərinə rəhbər qərar veriblər, onların adını deyəcəklər. Amma o kəslər ki, deyərlər Rabbunallah, sonra da bu dediklərinin üzərində möhkəm dayanarlar, qəbirdə də onlardan soruşulanda ki, Rəbbiniz kimdir? Deyərlər Rabbunallah. Bizim Rəbbimiz Allah'dır. Nə vaxta qədər ki, insanların fərdi və ictimai yaşayışları Allah'ın idarəçiliyi və qanunları əsasında olmayacaq, onların yaşayışı puç, mənasız və zülmət içində olacaq. Allah Teala Taha surəsinin 124-cü ayəsində buyurur, Bismillahirrahmanirrahim. Və mən ə'rədə ən zikri fə innə ləhu məişətən zənqa. Hər kəs mənim zikrimdən üz döndərsə, yaşayışı onun üçün sıxıntılı olar. Zənqa, yəni şiddətli sıxıntı, ağırlı sıxıntı. Bu sıxıntının səbəbi nədir? Allah Teala buyurur, hər kəs mənim zikrimdən üz döndərsə, onun yaşayışı sıxıntılı olar. Bu ayənin təfsirində gəlib ki, zikr yəni hər kəs ilahi hakimlərdən,
ilahi rəhbərlərdən üz döndərsələr və tağutlara tərəf getsələr, zalim hakimlərə tərəf getsələr, belələrinin yaşayışı şiddətli, sıxıntılı olar. Belə yaşayışda insanlar mənasız şeylərin ardınca olurlar. Cavanlar şəhvət, narkotik, spirtli içki ardınca olar. Yaşayışları puç və mənasız olar. Mənəviyyatsızlıq o fərdlərə, o cəmiyyətlərə hakim olar. Belə olmağının səbəbi o cəmiyyətlərin, o fərdlərin ilahi hakimlərdən, ilahi rəhbərlərdən üz döndərib tağutlara, zalim hakimlərə tərəf üst tutmalarıdır. Tağutlardır ki, insanların yaşayışlarını mənasız, puç zülmət edən. Allah Taala Bəqərə surəsinin 257-ci ayəsində buyurur: "Yuxrucunhum minan-nuri ila-zulumat." Onlar ki, tağutları özlərinə başçı qərar verirlər, tağutlar onları nurdan ayırıb zülmətlərə salar. Əziz rəhbərimiz buyurur, zülmət yəni qorxu zülməti, azğınlıq zülməti, xurafat zülməti, xəyal zülməti. Tağutlar insanları nurdan ayırıb bu zülmətlərə salar. İstəyiriksə qorxu, xurafat, xəyal zülmətindən nicat tapaq, Allahı özümüzə Rəbb qərar verək. Allahın qanunları ilə yaşayaq, onun idarəçiliyi əsasında yaşayaq. Allahın qanunları və idarəçiliyi əsasında yaşamaq səbəb olar ki, insanlar deyilən bu zülmətlərdən nura tərəf nicat taparlar. Allah Taala Bəqərə surəsində buyurur: "Allahu veliyyullezine amanu yukhrijuhum minaz-zulumati ilen-nur." O kəslər ki, Allahı özlərinə başçı qərar verər, Allahı özlərinə rəhbər qərar verər, Allah onları zülmətlərdən nura tərəf çıxarar. Əziz rəhbərimiz buyurur, nur yəni hidayət nuruna, mərifət nuruna, Allaha yaxınlaşmaq nuruna, Allahla ünsiyyət nuruna çıxarar Allah o insanları. İlahi rəhbərlər insanları belə bir yaşayışa dəvət ediblər. "Laqad ba'atna fi kulli ummatin rasulan an i'budullah və istənibut tağut." Biz hər bir ümmətə peyğəmbərlər göndərdik, rəsullar göndərdik. Onların işləri nə idi? An i'budullah, insanları Allaha bəndəçiliyə dəvət edirdilər və istənibut tağut və tağutlardan da çəkindirirdilər. İlahi rəhbərlər insanları Allaha bəndəçiliyə dəvət ediblər, zülmətə aparan tağutlardan isə çəkindiriblər. İslam peyğəmbəri cahiliyyət dövründə mənasız puç və zülmət içində yaşayan insanları Allaha tərəf dəvət etdi və insanları bu cür yaşayışdan nicat verməkdən ötürü ilahi hökumət qurdu. Əziz rəhbərimiz buyurur, peyğəmbər ilahi hökumət qurdu və bu hökumət 50 ildə davam etsəydi, orada yaşayan münafiqlər də belə mömin olacaqdılar. Peyğəmbərdən sonra ilahi hökuməti yalnız Əli əleyhissalam davam etdirə bilərdi. Amma məlum insanlar cəmiyyətin susqunluğundan, xalqın susqunluğundan istifadə edib Əli əleyhissalamın xilafətini qəsb etdilər. Amma xanım Zəhra salamullah əleyha bu susqunluğu pozdu, qapıları bir-bir döydü və buyurdu, məgər Peyğəmbər Qədirxumda buyurmadı mı ki, məndən sonra sizin rəhbəriniz Əlidir. Xanım Zəhra salamullah əleyhanın hər addımı dəlil və məntiq əsasında idi. Xanımın məntiqinin qarşısında aciz idilər. Onlar istəyirdilər ki, Peyğəmbərdən sonra hidayət yolunu əysinlər və zülmət qapılarını bir dəfəlik insanların üzünə açsınlar. Amma xanım Zəhra salamullah əleyha elə bir iş gördü ki, onların iç yüzünü açdı. Xanım Zəhra salamullah əleyha bunu necə edirdi? Dəlil və məntiq əsasında xütbələr edirdi. Qapıları bir-bir döyürdü. Qarşı tərəf xanım Zəhra salamullah əleyhanı böyük bir maniyə gördülər. Bunun üçündə Peyğəmbərin gözünün nurunun, digər parəsinin qapısına od vurdular və xanım Zəhra salamullah əleyhanı qapı ilə divar arasında qoydular. Xanımın qabırğalarını sındırdılar. Bunlara baxmayaraq xanım Zəhra salamullah əleyha məntiq əsasında öz işini davam etdirirdi. Şəhadət yatağında Əli əleyhissalama buyurur, Əlican, məni gecə qusl elə, məni gecə kəfənlə və məni gecə dəfn elə. Xanımın Əli əleyhissalama son vəsiyyəti bu gün də müsəlmanları düşündürür. Görəsən Peyğəmbərin digər parəsi, gözünün nuru nəyə görə gecə dəfn olunmağı vəsiyyət etdi? Xanımın bu işi qiyamət gününə qədər Peyğəmbərdən sonra onun əhl-i beytinə ilk zülmün əsasını qoyanları məlum edir. Əhl-i beytə qarşı düşmənçilik edənlər eyni zamanda insanlığa qarşı düşmənçilik edirlər. İlahi rəhbərlərə qarşı düşmənçilik edənlər eyni zamanda insanlığa qarşı düşmənçilik edirlər. İlahi rəhbərlər insanları hidayət nuruna, Allaha yaxınlaşmaq nuruna,
Allahla ünsiyyət nuruna çıxarırlar. İlahi rəhbərlərin bu işlə mane olanlar insanlığa xəyanət edirlər, insanlığa qarşı düşmənçilik edirlər. Xanım Zəhra salamullah əleyha ilahi rəhbərə və insanlığa qarşı düşmənçilik edənlərlə mübarizə apardı və bu yolda şəhadətə çatdı. Allah Teala inşallah bizlərə dünya və axirətdə xanım Zəhra salamullah əleyhanın şəfaətini nəsib etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.